Bu üç şeyi həyatda heç vaxt etmərəm. Birincisi, lazerdir qızlar birincisi. Lazer heç vaxt elətdirmərəm. Əsasən də saçları tünd olan xanımlar üzlərini lazer eləyəndə saçları qəribə görsənir. Elə bil ki, parik qoymusan və bu da gözəl görsənmir. Ona görə lazer ümumiyyətlə xoşlanmıram və elətdirmərəm. İkinciyə gələndə qızlar, ikincisi dırnaq qaynağıdır. Düzdür, vacib olanda elətdirmişəm, amma gündəlik həyatımda heç vaxt eləmərəm. Həm sevmirəm, həm də ki, özümü rahat hiss eləmirəm deyə dırnaq qaynağı da elətdirmərəm. Üçüncüsü isə qızlar, dolğulardır. Yenə də üzümü gedib heç bir prosedur, dolğu elətdirmərəm. Çünki iynədən qorxuram və elə bilirəm ki, iynə nəsə eləsələr üzümdə nəsə bərbad bir şey alınacaq. Və təbii ki də bunları edib özlərini rahat, gözəl hiss eləyənlər də var. Videonun sonuna gəldik qızlar. Məni takib etməyi unutmuruq. Bir takibdən heç kəsə heç nə olmur. Mən sevinirəm. Özünüzdən müğayət olun.